Herkese salamlar dostlar. Bugün yine Car Simulator 2'ye devam ediyoruz. Bugün dostlar Car Simulator 2'de ne olacak? Yeni bir tane maşın alası yok dostlar bugün. Siz o yeni bir tane maşın alaq diyeceğim de alacağım elbette ki. Çünkü niye? Biraz istəmiş bu oyunda az da olsa bizim bir maşınımız olsun. Yeni maşınlar var çünkü bir çok alacaq. Ne kadar maşın varsa bu dəfə də yenə də alacağım elbette ki də. İndi bir tane oyun açılsaydı ha qəşəng. Baxaq görək o maşınımız hansı qaleriyədir. İşarət ayarla ya həmişə yalan çıxardıram. Arabalar diyeyim bir dənə. Bax. Burada yəni baxılırsa hər bir maşından var. Bu arada mən hal-hazırda pulum var. Buradakı pulda ancaq maşın ala bilirəm. Bu da Fiesta'dan Toyota'dan Prado. Ha, o arada Prado idi. Prado onu ala bilirik oradan sadəcə. Bu heç maşınımız hardadır? Mən hansı maşını alsam? Buradakı hər maşını ala bilirik amma. O zaman gələk bir dənə buradan bir dənə maşın götürək. Bugün buradan alacaq dostlar o iki dənə maşın alacaq deyəsən bir gün ya yox bir dənə maşın alaq. Daha sonra əlacımızı düşünürük. Buradan ayarlayaq. Buradan bir dənə yeni bir dənə maşın gəlir. Yəni baxılırsa hər bir qaleridə istədiyimiz qədər maşınlar olacaq. Yeni yadımdan çıxartdım. Tövbə ya Rəbbi, tövbə. Gəzək görək bir-bir elə. Bütün hər yeri gəzək. Nə qədər maşın varsa o qədər yaxşı. Arabalar. Tesla'yı yenə alacağım. Burada Bevtir var. Urpan, Alpa bunlar satın alınıbdır. Onlar heç. 365 bir dənə elektron Audi'miz var. Yox. Mən buranı işarəliyim. Onsuz buradan heç bir maşın almamışıq. Buranı işarəliyirik. Əslində oraya doğru gedirik. Yenə maşın almaları çoxaldaq. O oyunda biraz çünki dediyim kimi çünki az olsa bizim bir dənə maşınımız olsun. Gün boyu deyirəm yəni. Allah dur mən nə vardım dur. O qədər uçdum ki özümə dedim ki oradan qaleriyə çatdıraram dedim. Ağımda dənizə düşdüm orada. İşarələmə ki. Bir dənə işarələ. Bu şəhərə də gəlmədiyim ki uzun zaman olmuş da. Həmişə bu şəhəri deyirəm amma həmişə də varsa da vaxt ona gəlirəm. Bir az olsa yavaş diyeyim. Az da olsa yavaşla. İndi qalx. İndi qalx qəşəng. Baxaq görək yenə buradan nə maşınları var. Hava bir adam anladı demişdi ki rəngini dəyişir amma hava rəngini olsa heç dəyişdirməyə bir ehtiyac yoxdur. Maşının çünki zaten maşının önemli bir rəngi var. Audi var burada. Yenə bunlar var. Amma hızı 187'ymiş bunun hızı. Bir de bu maşın var. Bunu mu alsaq? Bu da aslında bu ikisini de bax. Bu ikisindən biri gözümə yaman tutdu. Baxılırsa bunların ikisini de almağa dəyər. Bu da var ha. Ha bu oyun başında deyəsən maşın deyəm. Oyun başında bunu sürmüşdüm. Yox, bunu sürmüşdüm oyun başında. Oyun başında bunu sürmüşdüm. Gələk başda o zaman bunu alaq. Ya da yox pul gedir. Ben almayayım. Yeni maşınımız BMW M5 xeyirli olsun. Yeni maşınımız xeyirli olsun. Ola bax. Mən o maşını taş verir bəlkə 100 dəfə də aldım ya. Hamısının 2 dəqiqədən bir problem yaşayırıq. Bu maşını da yeni şəhərə götürəcəm. Ala buyurunca al. Nə qəşəng maşındır. Yəni nasıl diyeyim ki, maşın çox qəşəng bir şeydir. Polis aşağıdan getdi. Ulan polis. Allah polis sen aradan çıxırsan, aradan gəlirsən.
İndi bura gələk. İlkin boz eləmək. Boz eləyək bir dənə bunu buradan. Boz elədim. Ona qaldı pəncərəsi. Arabanın içini filmlə. Dur da burada oxuya bilirik arabağa şeydir filmlə. Məsələn 3000 bir dənə uyğulayım. Abi nə arabadan çıxdı. Baxım görüm indi bu reklamlardan yenə qorxmaq olur. Abi olmur. Driver Simulator zat habdasa bir bana games oyunudur. Yani bu da bir bana games oyunu. Bu nədir ki? Ama hal-hazırda maşın içi qapqara oldu. Yenə də görə bilirik. Yenə dostlar görə bilirik. Qəşəng yoruma yaza bilərsiniz. Öyle bir əgər sağ için düzəlt, onun zaman düzəldəcəm. O zaman bizim bir işimiz var. Bir dənə top speed'e baxaq görək bunun. Biz top speed'e harda baxırdıq? Yəni şəhərin yolunda. Acaba ola doğru gedirəm, orada baxacağım. Car Simulator üçün yeni maşınları çoxaldaq biraz. Deyim kimi yəni o maşınlar alınmalı. Allah. Yenə də görə bir yox deyim kimi, amma bir dəqiqə. Bu heç mənim ağlıma gəlmədi. Qaranlıqda nə tər görəcəm? Ondan sonra əgər qaranlıqda görə bilməsəm, var birbaşa bunu pəncərəsinin çölündən düzəltəcəm. Yox belə çölündən deməyim, içindən düzəltəcəm. İçəcəm məsələn rahat görə bilək maşın çölündən. Onu da yaxında qaranlıq olsa eləyəcək. Nəysə gəldik. İndi yeni şəhərdə top speed'e baxaq biz. Bakayım bazı. Bacağı maşın neçə basırmış. Ha, o dubalar orada. O dəmirlərin orada nə işi var? Əməlli lan of. Hadi şey neyince yirik? 300 da qalxdı. 305. Ay kız 305 imiş. Durursaq. Geçen. 305 imiş bunun hızı. Drifti baxılırsa, drifti də başladı bizim gözümüzdə. Dur orada bir dənə taslaq var. Taslağı götürəndən sonra da şeye gedəcəm doğru. Hara gedəcəm? Stadyuma. Orada bunun driftinə falan baxacaq. Trafik aşağı. Bir dənə trafik aşağı dedim o dəqiqədə. Qabağımıza bir şeyler çıxdı. Nə vaxt da hər yeri dağıtdım. Demə bu oyuna hələ bir dənə hər şey yaxşı da bu oyundan arkadaşlar. Bir dənə online düzəlmədə. Bana online hakkında bir şey deyin. Vallahi da online düzelmek denen şey bilmedi.
Niye ya niye? Ben online'ı girib oynayan adamam ya. Ben bu günə qədər online'da nələr eləmişəm ki. Bir dənə online açılmır bu oyunda. Həmişə messenger maşın yaddan çıxardıram. Gah driftinə təymiş bunun. O da yəni drifti buraxmadı. Ayda getdi. Röngəşək gedir o. Biraz hızlana. 2 dəqiqədən bir drifti buraxır. Əsəbi oldum. İki dəqiqədən bir bu drifti buraxma da. Şöyle yaxır ki. Ama arada da şu driftler biraz bıraktı. Bilmiyorum neden. Bu oyuna yaxın zamanda daha da belə güncəlmə falan gəlmədi də. Deyir ki, güncəlmənin notuna baxmışam. Yəni güncəlmədə keçən səfərki bölümdə dediyim maşınlar gələcək. Ancaq indi onlar nə təhər olacaq belə.
Yavaşlarda da qəşəng gedirmiş ya maşın. İndi axşam oldu. Ya biraz hava qaralsın. Necə internet bağlantısı gərəklidir. Gəldi yəni. Mən yenə multiplayerə daxil olamıram da. Bilmiyorum ne zaman daxil olabileceğim. İşte kadar biliyorum ama bilmiyorum ne zaman olacak bu işler. Senden çok reklam gəlir ha. Yani çok reklam gəlir həddindən artıq. Üstüne de basacağım gəlir. Bəlkə xaçlar elə olsa. Şəkildə də biraz dəyişiklik var. Oyunun giriş şəkli. Onda da biraz dəyişiklik var. Oraya gətirdi. İndi orada sada şəkil çəkdirəcəm. Bax burada belə tam göydə şəkil çəkəcəm burasında. Və dostlar, yeni maşınımız BMW5 xeyirli olsun diyeyim ki, inşallah qəşəng olar bu oyun. Yani bu oyunda bir dənə multiplayer için düzəltmək çətin olar düşünürəm. O da 5'e yaxında olar. Bugünlük məndən bu qədər. Sağ olun, salamat qalın. Görüşənədək.